Hansı nümunə nöqtələrin yerinə əlavə edilsə, altından xətt çəkilmiş cümlədəki fikri izah edər. Öncə nöqtələrə nəzər salırıq. Mətndə nöqtələr verilən abzasımız bu hissədir. Abzas belə başlayır ki, aysberqlərin 90% suyun altında olur və bunun səbəbi də buzun sıxlığının dəniz suyunun sıxlığından bir qədər az olmasıdır. Məhz su altında qalan, yəni görünməyən hissə onları gizli təhlükə halına gətirir. Və fikir versək görərik ki, digər növbəti abzasımızda artıq həmin təhlükənin nədən ibarət olduğunu bizə göstərir. Qeyd edir ki, 1912-ci ildə Titanik faciəsindən sonra gəmilərin aysberqlərlə toqquşmasının qarşısını almaq üçün beynəlxalq buz patrulu yaradıldı. Deməli, məhz həmin gizli təhlükə olmasının nəticəsi gəmilərin aysberqlərlə toqquşması e, və bunun nəticəsində müəyyən faciələrə yol açmasına gətirib çıxarır. İndi biz həmin hissəyə nəyi əlavə edə bilərik? Okeanlarda üzən gəmilərin belə aysberqlərlə qarşılaşması böyük qəzalara səbəb ola bilər. Düzgün cavabımız elə bu olacaq. Qeyd etdiyim kimi növbəti abzasda da gəmilərin toqquşmasını biz görürük. Deməli, söhbət qəza dedikdə, təhlükə dedikdə məhz bu proses, bu hadisə nəzərdə tutulur. Digər variantların heç biri isə uyğun gəlmir. Çünki burada öz məkanından ayrılan aysberqlər çox vaxt isti axınların təsiri ilə əriməyə məruz qalır. Bu ümumiyyətlə orada biz hansısa bir təhlükəni, qəzanı vurğulamalıyıq. Bu uyğun gəlmir. Digər də həmçinin, bu da həmçinin adalar üçün aysberqlər təhlükə hesab olunur. Buna mətndə heç bir işarə yoxdur, fakt yoxdur. Həmçinin növbəti abzasda sırf gəmilər haqqında söz açdığına görə belə çıxır ki, yenə də deyirəm, təhlükə dedikdə gəmilərin aysberqlərlə qarşılaşması, toqquşması nəzərdə tutulur.